Mümkündür 5 dəqiqə, 10 dəqiqə sonra sən başqa bir şey istəyəsən ki, birinci ilə tam ziddir indiki ilə. Tələsmə deyəsən, mən elə filan şeylər istəyirəm. Qəlbin üzünə çıxan istəklər var ki, diqqət ona yönəlir. 5 dəqiqə sonra başqa istək çıxacaq üzə ki, bəlkə də bu istəklə tam ziddir. Qalacaqsan ikisinin arasında. Necə bunları bir araya gətirim? Hər an qəlbin diqqəti bir istəyə yönəlir. Bəzən hansısa şərait, hansısa istəyi təhrik edir. Məsələn, fəqirlik, fəqir adam daha çox can atır, məsələn, sərvətə, var dövlətə. Daha da mühüm olur onun üçün. Daha mühüm olur. Şərait onu daha da mühüm cilvələndirir. Və yaxud da cinsi meyil, bir həddə var da insanda. Bəzən şərait təhrik edir, cavan deyir ki, mən ancaq bunu istəyirəm. Biraz Allah istəyir ki, dünya bizim üçün şadlıq evi olsun. Dünya elə bir yer olmamalı ki, bəzi binaların adını qoyaq şadlıq evi. Elə orada şadlanaq. O şadlıq davamsız olur. Oradan çıxan kimi qəm çökür adamın ürəyinə. O məclisdən çıxan kimi. Quranı açdıq, əsl şadlığın barəsində düşünməyə başladıq və həyatımıza yeni şadlıq gəldi. Bəli, dünyanın faniliyini yada salmaqda bir acılıq var. Əli əleyhissalam da qəsdən o acılıqdan başlayır cavana məktubu. Acılığı gərək başa düşəsən ki, həqiqi şadlığa çatasan. Hər keyfin bir sonu var. Hər şeyin bir sonu var. Maddidirsə əgər. Təkcə biz ölməyəcəyik, hamı öləcək. Nə gez gəldin, işdən keçib, aparın. Düzdür? Həkim bəzi xəstə edir, əlacsızdır, gez gəlmişsiniz, gecikdirmişsiniz. Elə bir günahkar var, Allah desin ki, gez gəlmirsən, valla yoxdur. Allah həkimlər kimi demir. Hansı vəziyyətdə gəlirsənsə gəl, heç vaxt demir, buraxmısan, gecikmirsən, vaxtı keçirmirsən, qayıt get. Bir nəfəri qaytarmır. Deyir ki, hasan gəlmirsən, ölümcülsən, əsas gəlib çata bilmirsən, bu lazım idi mənə. Ya ibadiyyəllədinə əsrəfu alə ənfusihim. Ey mənim günahla özünə zülm eləyən bəndələrim, la təqnətu min rəhmətillah. Allahın rəhmətindən ümidsiz olmayın. İnnəlləhə yəğfiruz zunubə cəmi'a. Allah bütün günahları, istisnasız, ən ağır günahları bağışlayar. Mən hədisdə görmüşəm, əməlləri yazan mələklər şikayət edir Allaha. Deyir, hər gün günah edir. Demədik ki, valideyn hey nəsihət, hey yol göstərmək, dəlil, sübut gətirməklə mənfi zehniyyət formalaşdırır. Bu tərəfdən də ata-ana, həmin ata-ana, yaxud da hansısa ruhani insanlara din təbliğ eləyəndə də həmin metoddan istifadə edir. Ruhani haqqında bir obraz yaranır ki, ancaq nəsihət verəndir. Dəlillərlə doludur, hər şeyə bir dəlili var, ağıllı danışır, qəşəng danışır, amma yorucudur. Yorucudur bu. Bu insanların ürəyini vuracaq geçdiz, necə ki vurur. Dindar insan üçün, dinə gəlmək üçün şövq yaratmaq, həyəcan yaratmaq lazımdır. Həyəcan yaratmaq lazımdır. Motivasiya yaransın. Ağıl motivasiya yarada bilmir. Ağıl göstərə bilir. Hərəkətə gətirsin, şövq yaratsın, həvəs yaratsın. Bu ayda sədəqə vermək çox gözəldir. İmkanınız olan qədər çalışın, başqalarına faydalı olasınız. Xahiş edirəm sizdən, qısa ömürdür, pulu pul üstə yığmayaq. Xərcləməklə azalmır, valla azalmır. Heç kəs pulu düz xərcləməklə kasıb olmayıb. Kim ki qorxur verərəm azallar, o Allaha inanmayıb. Bunun xəzinənin sahibi odursa, deyirsə buna ver, necə ola bilər ki azaltsın? Yenə deyirəm, azalacaqsa başqa səbəbdən azalacaq. Ola bilər azalsın, amma xərcləmək səbəbindən olmayacaq. Mütləq başqa səbəbdən olacaq. Xərcləyin, gücünüz çatan qədər az olsun, imkanınız nisbətində xərcləyin. Hətta deyir, xurmanın yarısı ilə belə, yəni o varlılar o saat deməsin, elə xurma bəsdir. Varlının, amma kimin imkanı yoxdursa, bir xurma ilə də, biz xurma hissəsini eşidirik o saat. O saat hamı gedir, xurma alır, gəlir, dayanır məscidin qapısında. Bu
Bu qədər söz danışsan infaqdan, sədəqədən eşitmir. Xurmanı tez eşidir, gəlir onu verir ki, hədisdə xurmanı deyib, o adam üçün ki, başqa heç nəyə imkanı yoxdur. Nə qədər xurma yedizdirəcəksən cəmaata. Ona görə də sədəqə bu ayda çox fəzilətlidir, çox üstündür. Əlindən gələn qədər başqalarına sədəqə verəsən. Hətta bunu da deyiblər ki, var dövlətimiz yoxdursa gülüşlə, təbəssümlə insanları şad edin. O da olmayanlara aiddir, var dövlət. Allah sənə and verirəm bu gecə nazil elədiyin Quran-ı Kərim hörmətinə. Allah sənə and verirəm bu günlərdə, bu gecələrdə Əlinin evindən ucalan nalələrə. Allah sənə and verirəm İmam Həsənin, İmam Hüseynin, xanım Zeynəbin Atavay səsinə. Sənə and verirəm istədiyin, sevdiyin bəndələrin hörmətinə. İlahi, bu əllər ki, dərgahıva uzanıb, əli boşna ümid qaytarma, amin deyən dilləri lal öldürmə, bağışlamamış bizi bu dünyadan aparma, ömrümüzün axırıncı son saatını, ömrümüzün ən mübarək saatı qərar ver. İlahi, verdiyin neymətləri əlimizdən alma, bizi neymətlərin qədrini bilməyə, şükrünü yerinə yetirməyə müvəffəq elə.